Salam, hər vaxtınız xeyirli olsun. Keçən videoda Roma rəqəmlərinin necə istifadə edildiyini kiçik qaydalar toplusu ilə öyrəndik. İndi isə gəlin öyrəndiklərimizi tətbiq etməyə başlayaq. Baxın, birinci sualda deyilir ki, 1596. Yəni burada aydın məsələdir ki, onluq say sistemində verilən ədədləri biz Roma say sisteminə, Romada verilənləri də onluq say sisteminə çevirəcəyik. Məsələn, bu 1596-nı görürüksə, birinci işimiz nə edirik? Bunu parçalayırıq. Baxın, burada 1000, üstə gəlsin 500, üstə gəlsin 90, üstə gəlsin 6. Bax, bunu yazandan sonra bizim işimiz rahatlaşdı. Biz nə demişdik? Biz çıxma üsulu ilə yalnız nəyi ala bilirdik? 4-ü, 9-u, 40-ı, 90-ı, 400-ü, 900-ü. Baxın, bu qaydanı əsasən daha gözəl şəkildə yadımızda saxlaya bilsək bizim işimiz rahatdır. İndi 1000 bilirik ki, M hərfi ilə işarə olunur, 500 bilirik ki, D hərfi ilə işarə olunur. 90-ı almaq üçün biz çıxma qaydasından istifadə etməliyik. Çıxma qaydasından istifadə etdiyimiz zaman 90 almaq üçün biz bir dənə 10, bir dənə də 100-dən istifadə etməliyik. 6-nı da bildiyimiz kimi bir dənə 5 və 1-dən istifadə etməliyik. Deməli bizim Roma yazılışımız necə olur? M, D, X, C, V, I. Baxın, bu da bizim yazılış qaydamız. Növbəti 1486 nə edirik? 1000, üstə gəlsin 400, üstə gəlsin 80, üstə gəlsin 6. Baxın, yenə də 1000-i almaq üçün M-dən istifadə edirik. 400-ü almaq üçün biz 500-dən və 100-dən istifadə edərək çıxma qaydası. Baxın, burada qeyd edərik. 400-ü almaq üçün çıxma qaydası olmalıdır. Deməli, C, D yazsaq, CD yazanda, gəlin burada bir nümunə göstərək bura. Yəni, biz belə yazmalıyıq da, əslində 100, üstə gəlsin 500. Və demişdik ki, keçən dərsdə kiçikdən sonra böyük gələrsə, kiçiyin qarşısına mənfi qoyulur. Bu bizə 400-ü verir. 80 almaq üçün biz çıxma qaydasından istifadə edə bilmərik. Çıxmada yalnızca 4, 9, 40, 90, 400, 900. Bunu təkrar deyirəm ki, yadımızdan çıxmasın. 80 almaq üçün biz bir dənə 50-dən istifadə edə bilərik. 3 dənə də 10-dan istifadə edə bilərik. 6-nı almaq üçün də biz 5 və 1-dən istifadə edə bilərik. Deməli, burada nə olur? M olur, C olur, D olur, sonra 50 olur, X, X, X və V, I olmuş olur. Bu da bizim ikinci ədədimiz. Üçüncü ədədimiz 1490-dır. 1490-da yenidən 1000, üstə gəlsin 400, üstə gəlsin 90 olaraq yazırıq. 1000 M-dir, 400-ü almaq üçün C, D-dir, 90-ı da almaq üçün 100 və 10-dan istifadə edirik. 10 X-dir. Sonra da biz nə yazmalıyıq? Bura bir dənə C yazmalıyıq. Və bu da bizim 1490-ımızdır. M, C, D, X, C. Baxın, görürsünüz, parçaladığımız zaman necə də rahat alınır. İndi dördüncü sualda deyilir 1935, 1000, üstə gəlsin 900, üstə gəlsin 30, üstə gəlsin 5. M 1000-dir. 900-ü almaq üçün biz C, M-dən istifadə edirik. Doğrudurmu? C, M-dən istifadə edirik. 30-u almaq üçün 3 dənə 10-dan istifadə edirik. 5 də V hərfidir. Deməli, M, C, M, X, X, X və V-dən istifadə edərək biz 1935-i ala bildik. İndi gəldik Roma say sistemində verilən ədədləri çevirmək üçün. Baxın, burada olduğu kimi yazırıq. M 1000-dir, bildiyimiz kimi 1000. Üstə gəlsin D 500-dür və X də 10-dur. Deməli, hamısı ardıcıl olaraq böyükdən kiçiyə doğru gedir. Deməli, bu bizə nə verir? 1510-u vermiş olur. Növbəti 6-cıda 1000 M, üstə gəlsin 1000 M, yəni üstə gəlsin C 100, üstə gəlsin M 1000. Baxın, indi fikir versək, biz kiçikdən sonra böyük gəlirsə, deməli, bura nə edirik? Bunun qarşısına minus atırıq. Yəni, mənfi atırıq. Deməli, 2000 neçə olur burada? 900 olmuş olur. 2000 buradan alınır. Bu da 900 verir bizə. 2900 olmuş olur. Növbəti 7-ci sualımızda 1000, üstə gəlsin 1000, üstə gəlsin yenidən 1000, 3 dənə M görürəm. Üstə gəlsin D, yəni 500, üstə gəlsin C, 100, 100, üstə gəlsin XC, X 10-dur, C də 100-dür. Baxın, deməli 1000, 2300, üzr istəyirəm, 2000, 3000, 3000, 3500, 600, 700. Bu da bizə nə verir? 90. 3790. Baxın, bu da belə.
Nəsə qaranlıq qalan bir şey varsa, nömrəmi də buradan qeyd edim. 050 506 11 66. Buyurun. Nə sualınız olsa, nə maraqlı gəlsə sizə WhatsApp üzərindən də, belə deyək, Telegram üzərindən də suallarınızı ünvanlaya bilərsiniz. Hələlik sağ olun.